Bayağı qəşəngdir həqiqətən. Burada işte pis deyir. Ama çok qəşəngdir, beğendim. Çocukları geze gidelim. Derse geçkirik, bezimize değil mi? Yok, yok. Hele yolumuzun özü. 10 dakika. Üniversitetin döneri tıklandı. Beğendik. Bəli uşaqlar, videomuza devam edirik. Lamiyə sizə ürək sözləri var, buyur. Deməli, kanala abunə olursunuz, sonra yorum atırsınız, üstünə bəyənirsiniz videonu, bəyənməyən pisdir. Uşaqlar, mən yolda bir dənə qız gördü. Yolda bir dənə qız gördü, çox qəşəng qız idi. Qız dedi ki, səni TikTokda görmüşəm. Sən TikTok yersən, mən də məzələndir. Amma ki, çox şeylədir. Bəli, çəkəcəm. Çox xoşbəxt oldum. Məşhur TikToker Dəniz xanım buradadır. Sizə vlog atır, qədrimi bilin. Tarix müəllimimiz yox idi, başqa müəllim gəldi. Çox agresivli müəllim idi. Amma ki, 2 nəfər çıxdı, ikisine 10 yazdı. Təzə səhifə açmışam özümə, TikTokda, Instagramda, hər bir istəsə takip atsanız köməli eləyim, fotoqraflıq eləyirəm. Lazım olsalar, səhifəsini atmam, sizin Instagramda mənə. Adım Xani fotoqrafidir. Takipatını tıklayın, like Qıza bu gözəl qıza da takip atın. Mən də yox, tezə açmışam. Ürək. Salam. Bunun adı Dənizdir. Bəli, mənim adım Dənizdir. Allah Allah. Orada bir içdən tıklayın, nəsə abunə üçün bir şey var. Like atın, yorum atın, abunə olun. Hamınızı sevirəm. A few moments later. Salam, yenə mən gəldim. Biraz səsim batıb, ona görə üzr sayın, çünki xəstəyəm. Saat 12-dir və mən çamadan hazırlayıram. Soruşun, niyə? Çünki İstanbula gedirəm. Üniversiteti qırıb gedirəm. Çox pis oldum, həqiqətən. Abi vallahi çok üzüldüm. Neyse, indi çamadan biraz böyük olduğu üçün bacımla ikimiz bir yer istifadə edəcəyik. O yatdı, çox yorğundur, bəli, işdən falan şeyləri gəldi. Onun yerinə 10 paltarlarla mən qoyacağım, hazırlayacağım və əlavə olaraq da belə bir yekə bir çiyin sukkası var. Bunu içinə lazım olan zərət qat, nə bilim, göstərəcəm də əşyalarına qoyacağım. İndi paltarlar əvvəlcə düzürəm çamadana. Deməli, əvvəlcə 2 dənə üst götürdüm. Biri ağ, biri qara. Onsuz da mən ağ deyil, biraz krem rəngli. Fərqli bir rəng geymirəm. Ya ağ, ya qara, ya boz, ya göy. Rəngli bir şey geymirəm. Amma kombinimin içində bir dənə rəngli əşya var. Bu çox rənglidir, neysə. Bu mənim göz moncuğumdur. İlk dəfə uzun müddət sonra rəngli bir şey geyinəcəm. O da ki, şəkil çəkdirim, postluq falan maraqlı bir şeylər olsun deyə. Bunu götürürəm. Çamadanımız buradadır. Göstərim. Bunlar altlardır. Cinslər və burada qara bir dənə kofta gedib araya. Cins və tayt götürdüm bir dənə. Taytı geyinəcəyim çox şübhəlidir, amma yenə də götürürəm hər ehtimala. Bir dənə də belə kətan, qəhvəyi kətan var. Onu da götürdüm. Bəlkə onda qalatan yanında postluq şəkillər çəkmək üçün istifadə edirəm. Saçımda heç xoşuma gəlmədi bugün axşam. Bunu da alta qoyuruq. Altı da alta qoyuruq, bəli. Böyük ehtimal videonu editləyəndə çox kəsəcəm. Çünki çox öskürürəm. Dayana bilmirəm. Bir söz deyirəm və öskürməyə başlayıram. Ona görə kəsintilər çox olacaq. Üzr sayın. Gələn vloglarda daha hörmətli bir şəkildə edit edəcəm. Sizə söz verirəm. Çamadan doldu. Bəli, çamadanı yerləşdirdim. Alta da bunun altına koftaları qoydum. Keçirik çin sumkama. Çin sumkamın içində nələr qoyacağım onu da göstərirəm. Uşaqlar, çox öskürürəm. Bunu neçənci dəfə deyirəm, bilmirəm. Amma çox öskürürəm və video durmadan kəsilir. Çox pis oluram. Ehtiyat igidin yaraşıqdır deyərək bir dənə bu yekə naşıqımı götürdüm. Bunu aeroportda boynuna asacağım. Bir dənə də AirPods'umu götürdüm. Onda kiçik sumkam var burada. Onun içinə qoyacağım ki, bunun zərtqası qutaranda onu qoyum. Bunun üçün çox şey qoymayacağım, amma yenə də götürmək istədim ki, nəsə lazım olur. Çünki orada gəzəndə, nə bilim, atışdırmalı falan alaram, içinə qoyaram, yeyərəm, bir şey yeyərəm. Bilmirəm, bəlkə də alıb nəsə gətirərəm bura. Gözümə, nəzərimə çarpan nəsə olsa. Bir dənə çantam var belə. Bunu hər yerə istifadə edirəm, universitetdə istifadə edirəm. Çox rahat, çox Türklər demiş kullanışlı bir şeydir. Nə deyirlər? Çantadır. Burada da bir dənə broşkanı taxmışam ki, yenə deyirəm, ehtiyat igidin yaraşıqlı uşaqlar. İçi də bayağı yekədir. Bəli. Bunu belə büküb bunun içinə qoyuram. Amma əlavə olaraq bunu aeroporta gedəndə taxacam. Hətta içinə yerləşdirmişəm. Nələr yerləşdirməyə göstərəcəm. Burada bir dənə taxmışam. Ehtiyat igidin yaraşıqlıdır, bilməm neçə. Sonra bunu içinə atıram. Qabaq cibinə atıram ya da ən qabağına atıram. Ən qabaq cibinə. Sonra cüzdanım. Cüzdanımı
Cüzdanımı məncə bura qoydum. Amma kiçik deyə bu. Cüzdanım Türkiyədə ehtiyacı olacaq. Onsuz da aeroportda mənə ehtiyacım yoxdur. Ona görə cüzdanımı qabağa qoyuram. İçində uca görürsünüz. Türkiyəyə gedirəm, uca əvvəlcədən adaptasiya olmuşam. Yəni tez adaptasiya oldu hər şeyə uşaqlar. İçində Türk pullarım var, görürsünüz. Çox xoşbəxtəm. Daha çox pulum kartdadır. Nağd üstünü daşımaq istəmirəm. Just kart var. Bəli, qabağı bitirdik. Kaşıqla bir dənə şey qoydum. Nə qoydum? Zajm qoydum. Kameramın adaptörü hökməndir, götürməliyəm bunu. Çünki şəkillər çəkəcəm orada. Bunu da qoyuruq orta cibə, ortaya qoyaq. Ortaya qoyaq. Makyaj təmizləmə falan burada. Nə işə yarayacaq? Götürüm görəsən. Götürüm. Makyaj təmizləyəcəm. Nə orada işə yarayacaq? Ay, ağız açılıymış. Allah. Bir dənə bu. Qara reisin. Bunu da orta cibə qoyuram. Ən vacib məsələ. Bunsuz gedə bilmərəm. Tutmaçı bu uşaqlar. Görürsünüz, kanala abunə olun. Baxın, like düyməsinə basın. Yorum yazın. Hər şey edin, bilmirəm. Bildirimləri açın. Şey olsun. Nə olsun. Mən video atanda sizə mesaj gəlsin ki, Dəniz video atıb, siz də maraqla gelib izləyəsiniz. Yemək yeyəndə mən həmişə elə edirəm. Siz də eləyim, məsləhətimdir. Bunu da qoyuruq orta cibə. Makyajlarımı kutuya qoydum. Deyin niyə? Soruşum. Dediniz. Uşaqlar, öskürürəm. Nəfəs ala bilmirəm, dayana bilmirəm. Ona görə videonu kəsdim yenə. Niyə bu kutuya qoydum? Çünki bunun içində günəş kremi falan var. Sonra nə bileyim, makyaj bazası, pudra zat var, tökülən şeylər. Bunları da əgər makyaj sokasına qoysam əyri-üyrü olacaq da və axıb tökülmə ehtimalı var. O ehtimalı gözə alaraq, çünki bu neçə saat? 7-8 saat sokanın içində qalacaq və bəlkə isti ola bilər, hava orada bilmirəm. Onu nəzərə alaraq kutuya qoydum. Çünki kutunun üçün səlqəylə hamısını duran ağız tərs qoymuşam. Hamısını nəzərə alaraq dikinə qoymuşam kutunun içində ki, dağılmasın. Makyaj şeyimi də çamadana qoymuram, risk eləmirəm. Belə. Bura qoyuram. Çantam üstə doldu. Belə çantamız hazırdır uşaqlar. İndi keçək şey göstərim sizə. Kiçiyin içində nələr var. Bu mini görürsünüz əlim boyunca çantamın içində nə var onu göstərim. Vacib şeyləri bura qoymuşam. Mənim olmazsa olmazım Canon. Çox möhtəşəm bir kamerada çox qəşəng çəkir. Biraz köhnədir, hətta biraz yox, bayağı 2012-2013-cü ildən qalma bir kameradır. Burasını qopartmışam, lənət olsun mənə. Sonra AirPods'um, dodaq karandaşım və pomadam, lip kombom yəni. Bəli, təzələmək üçün aeroportda bunları götürdüm. Sonra kiçik bir əl kremi bunu tapdım, ancaq bunu götürdüm. Ay göstərəməm. Arkonan. Güzgü və güzgünün içində daraq da var. Göstərməyim. Güzgünlə əks olmasın oradan. Ay, əlim qalır arasında. Və belə bir fırça. Qaşımı, kiprimi daramaq üçün mən içində belə bir fırçanın yanında gəzdirirəm. Bu qədər. Və bu da hazırdır. Biraz sərt oldu. Bu da hazırdır. 3 dənə şey var. Çamadan bacım daşıyacaq. Heç maraqlı deyil. Onsuz da sürüləndi. Bu və çamadanımız. Bəli, uşaqlar, hazırlanmağımız bu qədər idi. Gerisi qaldı İstanbul vlogu. Aeroportda biraz çəkərəm. Çox çəkə bilməyəcəm. Çünki orada baş qarşılığı olacaq. Qaldı İstanbulda. Qəşəng videolar çəkəcəyimi ümid edirəm. İnşallah ki, izləmədə qalın. Davamını izləyin. Özünüzü yaxşı aparın. Yine salam. Aeroporta gəldik. YouTube kanalıma salam de. Salam de. Hayli, gəldik burada. Gözləyirik. Hələ ki gözləyirik. Saat 5-in yarısıdır. 8-in yarısı uçuruq deyəsən ya da 7-də uçuruq. Dəqiq bilmirəm. Gözləyirik. Biz pəncərə qıranı düşmədik. Yanında kimsə oturacaq. Yanındakı xalaya belə baxacaq. Xala da kişidir, bilməm kimdir. Amma qırada olmadığım üçün heç xoşbəxt deyiləm. Neyse. Pəncərə qıranında o video çəkmək istəyirdim. Olsun. Bu da qəbul oldu. Belə olmamışdı. O belə deyil. Uşaq olanda belə təsir eləməmişdi. One eternity later. Deməli, Topkapını gəzdik.
hara getdik başqa? Yadımdan çıxdı. Sultanahmetə getdik. Ondan sonra Taksim'i biraz gəzdik. Qalataya getdik və indi şeydəyik, Kapalı Çarşıdayıq. İşıq burada çox pisdir. Kapalı Çarşıdan sonra şeyə gedəcəyik. Təzədən otelə qayıdacağıq Taksimə. Ondan sonra da axşam təzədən Taksimə çıxırıq. Zərərətqam çox az olduğu üçün təri video çəkə bilmirəm. Həm də işıq da çox pisdir burada. Neyse, devam edeyim. Amma çox yeri gəzdik, bayağı yeri. Birazdan otelə qayıdacağıq axşam. Zərərətqam 5-dir. Video çəkməyə saxlayacağım. Axşam oteldə biraz zərərətqam yatsın. Ondan sonra Taksimdə qəşəng videolar çəkməyə planlayıram. Uşaqlara hədiyyə falan da alacağım. Çox qəşəng hədiyyəli yerlər var idi. Oralara gedəcəm. Yine bir video başlayınca. İndi Taksimdən çıxdıq. Beşiktaş tərəfi gəzirik. 1 saatı gəzirik. Demək yedik. Çiğ köftə yedik. Çox qəşəngdir. Amma mən bizim çiğ köftələri daha çox bəyənirəm. Çox qəşəngdir. Çox qəşəng alqası var. Çox qəşəng küçələri var. Deməli, salam uşaqlar. Biz yenə gəldik. Bugün 2-ci gündür. Evdəkiləri şeylədik. Fatagil ayrı çıxdı. Biz də bacımla ayrı çıxdıq. Uşaqlar, deməli, Migros'a girdik. Dəhşət ucuzdur da, dəhşət ucuzdur. Bizə nisbətən ucuzdur. Yəni, normalda bahadır, amma bizə nisbətən ucuzdur. Çipslər bizdə 4 manat yekə boyalan çipslər 2 manatadır burada. Mən də təbii ki aldım, doldurdum. Saçımdakı elə bir süpürgə, makyajım da. Əsas məsələyə keç, əsas məsələyə. Gəlir şey. Hə. Biz şey alacaqdıq. Magnum alacaqdıq da. Magnumda 80 TL'yə görmüşdüm endirimdə. Dedim ki, gəl bir dənə Magnum götürək hərəmizə. Çünki 2-3 manat qiymət verir, bizdə 5 manatadır. Getdim, götürdüm. 160 TL ilə belə bir şeydi qiyməti. Yandım, töküldüm uşaqlar. Dedim, nəyə aldıq? Bunu Bakıda da alıb yeyə bilərdik. Adam başı 5 manata yaxın girdi. Amma olsun. Gəldi indi paltar baxmağa. Azda cənnətdə istəyirəm, özümə baxın. Hamısı təbii daşlardır. Çox qəşəngdir. Özümə şeylər aldım və təmizləyən aldım, tuz aldım. Çox xoşbəxtəm. Şəffaf, qaranlıq, daralır gecələr. Son anda şeylədim. Qəribə tanları çaylarını. Buna qəşəngdir. Yine salamlar uşaqlar. Deməli, indi görürsünüz. Galatadayam, gəzirəm. Yemək gəldik. Galatada çox sarmadı, özdə çox adam var idi da. Gəldik Taksimə. Taksimdə basacağıq yemək, çünki çox acam. Acam və yemək istəyirəm və gərginəm. Şəkillərimi çəkdirdim, çox xoşbəxtəm. İşıq çox pisdir, tutuzuramıram açığı. Hə. Gedim, yemək yiyim, lap xoşbəxt olum. Yapa bilmirik, ürəyimizcə bir yer. Mən də acam. Bu yerlər deyirsiniz, hamısı restoran, amma bunlar meyhanədir. Rakı içmək üçün şeylərdir və biz ailəliyik. Olmaz. Olmaz. Hayır. Acam. Gərginlik tutdu məni. Makyajım da qəşəng oldu. Yemək yedik, çıxdıq. Məncə yemək yediyimiz üzümdən bəlli olur, çünki xoşbəxtəm. Çox qəşəng idi yeməkləri. Düzdür, bizimkilərə çatmaz, amma ki, yəni, olanımız budur. Və bizim yeməyi hazırlayan Gəncəli bir dənə oğlanı idi. Türk idi, Azərbaycanlı idi da. Azərbaycanla danışdıq bizlə. Özümü çox belə şey istəyərdim. Qərbi istəyərdim. Elə. Deməli, gəldim otelə. Çox yorucu bir gün idi. Səhər 10-dan çıxdıq, axşam 10-a qədər gəzdik. Onda gəldik otelimizə. Çox video çəkə bilmirəm, çünki telefonumun zərfqası az olur. Tez bitir də. Ona görə də çox video çəkmək yaxşı alınmır. Sabahları yəqin ki şeyə gedəcəyik. Vapura minəcəyik. Bugünləri hava yağışlıdır, yoxsa bugün minəcəkdik. Ona görə sabaha saxladıq. Yağışlı olduğu üçün sabah hava isti göstərir. Ümid edirəm ki yaxşı olar.
Sabah vapura minirik, ondan sonra Beşiktaşa getməmişik, Beşiktaşa gedirik. Belə, Laləni falan bu günlər deyəsən tam gəzməsəydi, biraz gəzdik, yorulduq axırda, qayıtdıq bu tərəflərə, Taksimə. Belə, hər iki gəzirik, çox maraqlı keçir, çox xoşuma gəlir. Hər addımın başı o qədər qəşəngdir ki, yəni izah edə bilməyəcəm. Həqiqətən çox dəhşət əylənirəm. Çox belə həzz alıram hər şeydən. Belə, çox qəşəng bir istirahət oldu mənim üçün. Salam dostlar, yine mən gəldim. Bugün vapurdayıq. Yalların qabağından keçirib və Messi'nin düşüncələri dalmış. Planlarım var. Yallara qaçacağım, bəli. Burada gəlib hizmət işləyəcəm. Üçüncü gündən salamlar. Yoruldum. Makyajsız çıxdım çölə. İndi Nişantaşındayım. Daha elit bir yerdir, sakit bir yerdir de. Ama ki Taksim daha çok sardı. Yani Taksim daha çok eğlenirdim. Işık gördüm şeyle. Ne dedim? Bezim öskürmeyle. Qaydırıq Taksimə Nişantaşından. Çünkü sarmadı. Metroya mindik gələndə. Metro bayağı geniş idi. Qatları çox idi. Düşdükcə düşürdün aşağı. Yerin 7 qatı dibinə düşdük. Türkün məsəli. Və burada daha sakitdi, daha biraz huzurludur ama bəyənmədim. Taksim favori. Gedirik Taksimə. Akşam yeməyimizi də yəqin ki orada yeyəcəyik. Belə. Gözümün altında səhər tezdən vurduğum konseler qalıb elə biraz. İdarə eləyər məni. Gratisdən qaydırdım. Mən yenə gratisə girmişəm. Bütün pulumu gratisə qurtarmışam. Şeydən qaydırıq Taksimdən. Deməli girdik, Migros'a falan çıxdıq. Gəldik. Rigo Galata deyə bir yer var idi oteldə. Qabağından keçəndə gördüm kameramanlar falan nə qədər belə qırağı adamları şeydilər, göndəriblər falan. Necə çəkiliş gedir də. Bacım söndü ki, Eşref Riyad 100% məzələndi də. Geldim soruştum kameraman, dedim ki bəs neyi çekiyorlar abi? Dedi ki Eşref'in dilimlerini falan mənə məzələndi. Gideceğim de inşallah ki Demet'lə Çağatay görərəm. Evdekiləri otelə göndərdik. Canım ablamla indi gedirik şeye. Çağatay'la Demet'i çok görmək istəyirəm, qarşılaşmaq istəyirəm onlarla. Demet oyuncudur. En sevdiğim kadın oyuncu. Düzdür, Can şeydi. Can Yaman. En sevdiğim şeydi. Olan oyuncudur. Çağatay'da ondan sonra mecizliyə görə onu da yola verirəm. Bəli uşaqlar, gördüyünüz kimi videonun davamı yoxdur, sonluğu yoxdur, heç nə çəkməmişəm. Heç sabahsı gündə vlog üçün nəsə bir şey çəkməmişəm. Yəni qaleriyamda qoyulacaq heç bir şey yox idi. Ona görə dedim ki, videonu elə yarımçıq bitirməyim, bir sonluq da çəkim buna. Nə almışam Türkiyədən, onları göstərəcəm sizə. Bunları ayrı bir vloga sığışdırmaq istəmirdim. Dedim elə bunun davamını çəkim və videonu sərgəli şəkildə bitirim. Kəsintilər çox oldu. Biraz tam maraqlı bir vlog alındıra bilmədim, amma olsun yenə də bu ilk vloguydu. İnşallah ki bəyənərsiniz. Aldıqlarıma keçim nə almışam, onları göstərəcəm indi. Demək olar ki, hər şey gratisdən almışam. Paltar falan mama gəl aldı, çox aldılar da özlərini, amma ki mən qətiyyən paltar almadım. Bir dənə də skofta aldım. Başqa heç nə. Qalan hamısı makyaj, baxım ürünləri. Əvvəlcə Arkonun belə bir nəmləndirici kremi var. Bunu aldım. Əslində bundan Bakıda satılır, amma ürəyim Türkiyədən istədi ki mənə. Ona görə bir dənə bundan aldım. Daha sonra Biolis'in üçü bir arada belə fondöten, concealer və blush olan setini aldım. Nə deyirlər ondan? Çox münasib qiymətə idi. Göstərirəm bunu açıb. Belə burada blush'ı var, burada concealer'ı var. Açanda da maye formasındadır fondöten. Bugün prova eləmişəm. Çox qəşəngdir həqiqətən. Türklər deyirəm, kadife yapılı. Baxın elə bir şeydir. Çox qəşəng fondötendir. Üzündə qat-qat qalmır deyə çox bəyəndim. Bunu istifadə edəcəm. Mən normalda fondöten vurmurdum üzümə. Nə deyirlər fondöten yadımdan çıxdı. Tanalini. O da Azərbaycanda deyil, amma olsun tanalini istifadə eləmirdim. Amma bu çox xoşuma gəldi. Sonra demək olar hamısı Biolis'indir. Sonra Biolis'in belə qaş sabitləyicisini aldım. Qaş sabitləyicim bitmişdi demək olar. Ona görə ehtiyacım var idi. Bunu aldım. Bunu şeydən görmüşəm. Nerestram Selen Mert influencer o tərifləyirdi daim. Ona görə aldım. Bu da endirimdə idi. Ona görə bundan aldım. Tuşuydu. Curl It.
Biolis'ində bu da 2 dənə aldım ki, bitməsin, istifadə edin. Bir də gələn dəfə İstanbula gedənə qədər lazımdır mənə. Düzdür, çox turş istifadə edirəm, daha çox kiprik taxıram, amma indi yoxdur. Öz kipriklərimdə, ona görə hələ ki istifadə edirəm, bəyəndim. Daha sonra yenə Biolis markasının Plumpit Gloss'unu aldım. Bu da şişirdicidir, güya şişirdicidir, şişirtmir. İyi, çox qəşəngdir, naneyi verir və yapısı da qəşəngdir, amma rəngini çox sevmədim və yalan deyirlər, şişirtmir, heç bir təsiri yoxdur. Amma sevdim. Buna 10 üzərinə 7 verə bilərəm. Bunu da bəyəndim. Daha sonra bu Be Beauty'nindir. Allaha şükür Biolis'dən qutardıq. Hələ qurtarmadıq deyirsən. Hələ qurtarmamışıq. Belə bir Be Beauty'nin nəmləndiricisidir. Bu da mən bunu qırmızı rəng gözləyirdim. Dedim rəngli bir şey olar da. Dodaq kremiymiş. Belə tamı çox pisdir. İyi, amma çox qəşəngdir. Ahududu iyi verir. Amma rəng vermir. Buna görə də buna 1 bal qırırıq. Sonra belə Be Beauty'nin duxusuydu. Bu endirimdə idi. Həqiqətən çox ucuzaydı. Ona görə dedim ki, alın bunu. İyi, çox qəşəngdir. Bundan 3 dənə almışıq. Mama da özünə alıb, bacım da özünə alıb. Mən bunu sevdim. Çox qəşənglik var. Belə dodaq nəmləndiriciləri var idi. Fantalı, Sprite'lı, kolalı. Kolalını bacım aldı. Mən də görməmiş kimi 2 dənəsini götürdüm. Həm fantalısını, həm də ki Sprite'lısını. Çox qəşənglər. Barmağım boydadılar, çox balacadılar. Amma ki, həm tamı çox qəşəngdir. Həm də ki, iyi, çox qəşəngdir. Bildiyimiz Fanta'yı verir, bu da Sprite'yi verir. Amma kolalı dad olaraq kolaya daha yaxın idi. Bu sadəcə şirin dad verirdi. Sprite də biraz Sprite'dan verirdi, amma Fanta sadəcə şirin dad verir, bal dadı. Başqa da içinə. Yenə Be Beauty'nin üz maskasını. Bunu niyə aldım? Əslində üz maskaları burada da var, həm də özümdə nə qədər var istifadə edirəm. Prosta bu üzün naxışlıydı deyə dedim istifadə edirəm, maraqlı olar. Ona görə bir dənə üz maskası götürdüm. Bu da endirimdə idi və çox ucuza gəlirdi. Ona görə attım elə belə sumkama. Daha sonra uşaqlar çox kövrəldiyim, ağlamaq zor olacağım bir hadisə yaşandı. Biolis'in bronzerını almışdıq, toz bronzerını. Bu da endirimdə idi. Onsuz da hamısı endirimdə idi. Gratisdə əməlli endirim var idi. Amma gördüyünüz kimi airportda nə günə qaldı. Evdə gəlib açanda çox pis oldum həqiqətən buna. Amma istifadə edəcəm belə də. Heç də mənim mane ola bilməz. Yenə Biolis'dən və dodaq ürünlərindən davam edirik. Belə 2 dənə nə deyirlər ona, tint kimidir, amma pomadadır və maye halında belə sürtülən pomadalardandır, göstərim. Bunu istifadə edirdi, veçini görürdüm. Mərvə Bolur, yəqin ki bilirsiniz, qırmızısını istifadə edirdi bunun və mən də çox həvəsə düşdüm, aldım 2 dənə rəngini. Rəng fərqləri var. Bunu açıb istifadə eləmişəm, çox bəyəndim. Bunu hələ açmamışam. Dedim, day hamısını açmışam, bunu da saxlayım, açmayım. Bunu da açıb rənginə baxacağım. Amma bu çox qəşəng idi. Həqiqətən istifadə eləməyə dəyər imiş və bu da endirimdə idi. Yəni dodaq ürünlərini dəhşət çox almışam. Gördüyünüz kimi bütün dodaq ürünlərini götürmüşəm. Nə gördümsə götürdüm. Çünki endirimdə idi. Həm biraz stok elədim, həm də ki çox xoşuma gəlirdi. Mən dodaq ürünü istifadə edirəm daha çoxuna görə dedim. Alım, məndən heç şey getmir. Sadəcə pul getdi. Bir də təbii daş mağazasına girdim. Oradan daha çox hədiyyə aldım. Öz dostlarıma, bir də qardaşımın sinif yoldaşlarına. Öz dostlarıma bugün təhvil vermişəm hədiyyələrini. Biraz hızlıyız. Görüşdürücə verdim. Bir də özümə belə bir Oğlaq Bürcünün daşlarını aldım. Setidir. Nə işə yaradığını bilmirəm, amma Oğlaq Bürcünün, yəni öz bürcümə aiddir deyə götürdüm. Kvars var, turkuaz, lal var, florit var, akik var. Bir də bunun adını oxuya bilmirəm. Labradorit deyə yazılıb. İnşallah ki düz oxudum. Böyle bir setdir. Bunu açdım, tütüsü ilə enerjilərini təmizlədim və göstərim. Tütüsü də aldım. Tütüsü dəhşət qəşəngdir. Meyveyi verir, yandıranda çox qəşənglik verir. Açdım, bundan təmizlədim bunları. Hədiyyə verdiyim uşaqların da daşlarını təmizləyib elə verdim. Çox düşüncəli insanım təbii ki. Və aldıqlarım bu qədər idi. Videonu sonlandırırım. İnşallah ki biraz da olsa əylənmişsiniz və bəyənmişsiniz videomu. İlk vlogum olduğu üçün yenə deyirəm, biraz amatör başlanğıc oldu. İnşallah gələn vloglarda daha yaxşı bir nəticələri gözləyirəm özümdən. Siz də məndən gözləyirsiniz deyə düşünürəm. Hamınızı öpürəm. Videoya axıra qədər baxanları, like atanları, yorum atanları, abunə olanları çox-çox sevirəm. Sağ olun, özünüzə yaxşı baxın. Bye bye.